Əsr-i Saadət həm çətinliklərin, həm də böyük fədakarlıqların yaşandığı mübarək bir dövr idi. Əziz Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və əshabı Allahın razılığı üçün saysız çətinliklərə dözdü. Mal və canlarını bu yolda sevə-sevə fəda etdilər. Onlar qiyamətə qədər ümməti işıq tutacaq ulduzlar kimi parıldayan nümunələr idilər. Bu ulduzlardan biri də Abdurrahman ibn Avf radiyallahu anh idi. Fil hadisəsindən təxminən 10 il sonra Məkkədə dünyaya gələn Abdurrahman ibn Avf gənc yaşlarından gözəl əxlaqı və ticarətdə dürüstlüyü ilə tanınırdı. Cahiliyyə dövründə belə içki içməyən, iffəti və ədəbi ilə seçilən bu gənc adamın adı o vaxt Abdülkəbə idi. İslamı qəbul etdikdən sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun adını Abdurrahman olaraq dəyişdirdi. Həzrət Əbubəkrin yaxın dostu olan Abdurrahman radiyallahu anh onun vasitəsilə İslamla şərəfləndi və İslamın ilk 8 nəfərindən biri oldu. Məkkədəki təzyiq və işgəncələr səbəbilə əvvəl Həbəşistana, sonra isə Mədinəyə hicrət etdi. Mədinədə Rasulullah sallallahu aleyhi və səlləm onu Ənsardan Səid ibn Rəbi radiyallahu anh ilə qardaş elan etdi. Səid zənginliyi ilə tanınırdı və malının yarısını ona vermək istədi. Lakin Abdurrahman radiyallahu anh təvazökarlıq və çalışqanlıqla belə dedi: "Qardaşım, Allah malına bərəkət versin. Mənə bazarın yolunu göstər. Yəni mən orada çalışıb özümə dolanaram." Bu sözlər Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin könlünü xoş etdi və ona xeyir-dua etdi. Qısa müddətdə ticarətdə böyük uğurlar qazanan Abdurrahman elə bir vəziyyətə gəldi ki, daşa əlimi uzatsam altında qızıl və gümüş taparam deyirdi. Amma o bu zənginliyi nəfsinin yox, Allahın bir neməti kimi qəbul edirdi. Canı və malı ilə Allah yolunda xərcləməkdən heç vaxt çəkinməzdi. Uhud savaşında 20-dən çox yara aldı, amma Rəsullahın yanından ayrılmadı. Bu yaralar onu ömrü boyu topal qoydu. Təbuk səfərinə hazırlaşan İslam orduları üçün bütün malını iyan etdi. Bir dəfə Mədinədə böyük azlıq yaşanarkən Abdurrahman radiyallahu anh'ın 700 dəvəlik kərvanı şəhərə daxil oldu. Həzrət Ayşə bunu soruşanda Abdurrahman ibn Avf'ın kərvanı gəlib deyildi. Bunun üzərinə belə dedi: Rəsulullah sallallahu aleyhi və səlləm belə demişdi: Abdurrahman ibn Avf sürünə-sürünə cənnətə daxil olacaq. Bu sözlər ona çatanda 700 dəvənin hamısını Allah yolunda verdi. Allah Rəsulü sallallahu aleyhi və səlləm vəfatı zamanı ona qəbrə endirən 4 sahabədən biri də oydu. Sonra Həzrət Əbubəkrə müşavirlik elədi. Xəlifə seçilməyində ilk məsləhət verilənlərdən biri oldu. Həzrət Ömər dövründə də bu vəzifəyə davam elədi. Hətta gecələri Mədinə küçələrində xəlifə ilə bərabər gəzər, asayişi yoxlayardı. Həzrət Ömər şəhid ediləndə xəlifəni seçəcək 6 nəfərlik şuranın ən etibarlı üzvü kimi təyin edildi. Özünü namizəd göstərməsinə baxmayaraq namizədliyindən çəkildi və məsləhətləşmələr nəticəsində Həzrət Osman xəlifə seçildi. Səxavəti, əxlaqı, biliyi və xidmətləri ilə səhabələr arasında xüsusi yer tuturdu. Fətva verə biləcək səviyyədə bilgi sahibi idi. Lakin hədis nəqlində ehtiyatlı olduğu üçün az sayda hədis nəql etdi. 75 yaşındaydı, Mədinədə vəfat etdi və cənazə namazını Həzrət Osman qıldırdı. Abdurrahman ibn Avf sərvətini Allah yoluna xərclədi. Heç vaxt mala könül bağlamadı. Həyatı boyu dünyaya deyil, hər zaman axirətə talib olan qullardan oldu.